Şu arkamdaki Kız Qalası Bakudagi, Azərbaycanda. Kız Qalasının tarixini oxuyub görsəm, Padşahın qızı boladı, Padşah qızını turmuşa bərcək boladı, lekin onu yaxşı görgəni boladı. O yaxşı görgəni emas, başqa bir turmuşa bərcək boladı. Keyin qız aytadı, Əsəd idi, mən üçün dedi bir başına qurub bərin dedi padşaha. Şu başına bitkəndən keyin mən turmuşa çıxaman dedi. Padşah hop dedi, başlayanı bitirədi. Başlayan bitkəndən keyin qız bu başlayanın üstünə çıxadıdan özünü başlayanın üstündən taşab, özünün canını özü qəsd qıladı, suisid edadı. Şu bilan padşahını ərəbərcək adamına ərə barmadı. Lekin bu yerlərdə, şu durğan yerimizdə əvvəl bir yerlərdə dengiz boğan ekan, su boğan ekan, Kaspiy dengizi şu yerlərə çəkilgan ekan. Hazır esa bu yerlərdə su yo'q. Demek Kaspiy dengizinin suvi pasaygan. Yanlarında yine hazır restoranlar qilganlar, terrasa, sayib bakıldydimi. Xullas Bakuning eski shahri shunday.